2020-ci il 22 oktyabr gecəsi cəbhənin bütün istiqamətlərində gərgin döyüşlər davam etdi. Ağdərə, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində Ermənistan ordusu böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. Onların artilleriya və tabor komandirləri məhv edildi. Bir çox hərbi texnika sıradan çıxarıldı. Səhər saatlarında düşmən müharibə zonası ilə kifayətlənməyərək Azərbaycanın dinc şəhərlərini hədəf aldı. Ermənistan silahlı qüvvələri Qəbələ, Siyəzən və Kürdəmir istiqamətlərinə ballistik raketlər atdı. Qəbələdə bir mülki şəxs yaralandı, bir neçə ev dağıldı. Düşmən hətta strateji əhəmiyyət daşıyan Oğuz-Qəbələ-Bakı su kəmərini vurmağa cəhd etdi. Lakin Azərbaycan ordusunun hava müdafiə qüvvələri bu təxribatın qarşısını aldı. Həmin gün Prezident İlham Əliyev xalqımıza daha bir qələbə müjdəsi verdi. Zəngilan rayonunun Ağbənd qəsəbəsi və 14 kəndi işğaldan azad edildi. Bu, Azərbaycanın suverenliyi uğrunda mübarizədə daha bir şanlı səhifə oldu.